Məktəblərdə tədris müddətinin artırılması və yay tətilinin qısaldılması məsələsi cəmiyyət üçün sadəcə təqvim dəyişikliyi deyil, həm də pedaqoji və sosial nəticələri olan ciddi qərardır. Bu sözləri Azedu.az açıqlama verən Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov qeyd edib. Ekspertin sözlərinə görə sosial şəbəkələrdə yay tətilinin uzunluğu ilə bağlı səsləndirilən bizdə 3 ay, Avropada isə cəmi 6-7 həftədir fikir haqlı görünə bilər. Ancaq bu müqayisələr kontekstdən kənar aparıldığı zaman yanıldıcı olur. Tədris müddətinin artırılması yalnız rəsmi günlərin çox olması ilə deyil, bu müddətin nə dərəcədə effektiv istifadə olunduğu ilə ölçülür. Statistik olaraq Azərbaycanda məktəblərin tədris ili sentyabrın 15-dən iyunun 14-nədək davam edir və bu təxminən 34 həftəlik bir dövrü əhatə edir. Bu isə texniki baxımından bir çox Avropa ölkəsindəki, məsələn, Almaniyada və Danimarkada 38-40 həftəlik tədris müddətindən qısadır. Amma burada əsas məsələ dərsi deyil, tədrisin keyfiyyətin və intensivliyidir. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyasında da qeyd olunur ki, tədris prosesi yalnız təqvim planlanması ilə deyil, məzun və metodika baxımından da modernləşdirilməlidir. Yəni sadəcə dərs müddətini artırmaqla nəticə əldə etmək mümkün deyil.